Amerika Birləşmiş Ştatları İrana zərbəyə hazırlaşır. Tehran Zəngəzurdan əl çəkmir. Ermənistanın cənubunda Zəngəzurda baş verən proseslər birbaşa İranın maraqları ilə bağlıdır və Tehranın beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsini özünün qırmızı xətti hesab etməsinin səbəbi də məhz bununla bağlıdır. Bu sözləri İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sübhani deyib. O qeyd edib ki, Ermənistanla sərhəd İranda ən təhlükəsiz sərhədlərdən biri hesab olunur. Biz heç vaxt Ermənistan tərəfindən təhlükə hiss etməmişik və Ermənistan da heç vaxt İran tərəfindən təhlükə hiss etməmişdir. İran və Ermənistanın taleyi, maraqları və təhlükəsizliyi coğrafi yaxınlığına və vahid geosiyasi məkanda yerləşməsinə görə həmişə bir-birinə bağlı olub. İran Ermənistana hərbi dəstəyə hazırdır. Hüseyni. Ermənistan və İran silah təchizatı, kəşfiyyat məlumatlarının mübadiləsi və digər təhlükəsizlik aspektləri sahəsində əməkdaşlıq qura bilər. Bu sözləri İranlı ekspert Pouya Hüseyni açıqlamasında deyib. O bildirib ki, İran Ermənistana hərbi texniki yardım göstərməyə hazırdır. Belə əməkdaşlığa mane olan üçüncü tərəflər bizim əlaqələrimizə qarışmamalıdır. Rusiya Ermənistanı hərbi müdaxilə ilə hədələdi. Nələr ola bilər? Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroshnikin İrəvandakı açıqlaması maraqla qarşılanıb. Kreml rəsmisi bu ölkənin eyni anda həm KTMT və Avrasiya İqtisadi İttifaqı, həm də Avropa İttifaqının üzvlüyünün mümkün olmadığını bildirib. Miroshnik Avropa İttifaqı və NATO-ya üzv olmaq istəyən Ukraynanı misal göstərərək dolayı yolla Ermənistanı hədələyib. Qlobal İnfoaza danışan politoloq Oktay Qasımov deyib ki, bu sözlər digər Rusiya rəsmilərinin fikirləri ilə eynilik təşkil edir. Xüsusilə son dövrlər Ermənistanın Avropa İttifaqına üzvlük məsələsinin aktuallaşması və konkret addımların atılması Moskvada narahatlıq doğurur. Buna nümunə kimi Ermənistan parlamentinin Avropa İttifaqına inteqrasiya ilə bağlı qanun layihəsini təsdiq etməsini göstərmək olar. Nəticə olaraq Rusiya rəsmilərinin dili ilə İrəvana müəyyən xəbərdarlıqlar edilir. Ermənistan hakimiyyəti Ukraynadan fərqli olaraq Avropa İttifaqına inteqrasiya prosesini radikal formada deyil, tədricən həyata keçirir. Sanki baş nazir Nikol Paşinyan Rusiyanın nəbzini yoxlayır. Nəzərə almaq lazımdır ki, Ermənistanda da Rusiyaya münasibət yaxşı deyil. Xüsusilə 44 günlük müharibə zamanı Moskvanın sərgilədiyi mövqe bu narazılığın əsasını təşkil edir. Rusiya buna görə münasibətlərdə maksimum ehtiyatlı davranır. İrana hücum ediləcək. Bakı indidən hazırlaşmalıdır. İran və Amerika Birləşmiş Ştatları İsrail arasında müharibə ehtimalı hazırda çox yüksəkdir. Bu müharibənin Azərbaycan üçün çox ciddi təsirləri ola bilər. Birinci, ən böyük çətinlik qaçqınlarla bağlıdır. Azərbaycan kütləvi qaçqın axınına hazırlaşmalıdır. Bu cür tədbirlər sərt variant, sərhədlərin möhkəm bağlanması və heç kimin buraxılmaması ya da yumşaq variant, uşaqlarla qadınların və ya bütün qaçqınların buraxılması ola bilər. Azərbaycan üçün ikinci çətinlik İranın müharibədən sonraki problemlərinin həlli məsələsidir. Azərbaycanın İran dağılacağı təqdirdə qarşılaşacağı digər problem də var. Amerika Birləşmiş Ştatları və İsrail İranı payıza qədər bölmək istəklərini qətiyyən gizlətmirlər. Azərbaycan İran dağıldığı və Cənubi Azərbaycan formalaşdığı təqdirdə nə edəcəyini müəyyənləşdirməlidir. Azərbaycanla birləşmə nəzəri cəhətdən mümkündür. Lakin praktikada bu, son dərəcə İslamlaşmış, əhalinin hazırki dünyəvi, tərəqqiyə doğru gedən Azərbaycanı udacağı deməkdir və ciddi təhlükədir. Elə bir vəziyyət yarana bilər ki, Güney Azərbaycanın dövlətçiliyi Azərbaycana mənfi münasibət bəsləyən bəzi şəxslər tərəfindən qurulsun. Bunun qarşısı alınmalıdır. Bu çətin problemdir və ümumiyyətlə indi bu barədə düşünmək lazımdır. Hesab edirəm ki, bu vəziyyətin necə inkişaf edəcəyi ilə bağlı indidən bəzi məsləhətləşmələr aparılmalıdır. Bu sözləri Axarazar Rusiyalı politoloq Sergey Markov İran və Amerika Birləşmiş Ştatları arasında mümkün müharibə ehtimalı və onun bölgəmizə mənfi təsirləri haqqında danışarkən deyib.